Amma bu ayədə bir neçə nöqtə var. Mən onlar barəsində istəyirdim danışam. Birincisi, Allah niyə burada deyir minnət qoydu? Biz minnətdən danışanda deyirik ki, minnət qoymaq yaxşı iş deyil də. Burada deyir Allah möminlərin boynuna bir minnət qoydu. İlahi, niyə bu minnəti qoymusan? Ona görə ki, sizin arzdan sizin bir peyğəmbər seçdim, göndərdim. Yaxşı eləmisən, nə gözəl, İlahi, şükür sənə. Bəs bu minnət nə üçündür? Bu minnətsiz alınmır. Bəzən olur da deyir, minnətsiz alınmır. Deyir, bəli, minnəti biz belə başa düşürük. Allah rəhmət eləsin, böyük Quran kəlmələrinin təfsirçilərindən olan Rağib İsfahani Əl-Müfrədat əsəri var ki, Quranda kəlmələri incəliyi ilə bir neçə nəfər bəyan eləyib, biri də odur və ən mötəbərlərindən biri də odur. Buyurur, minnət mənnə kəlməsindəndir. Mənnə kəlməsi də tərəzi daşına deyilər. Məsələn, tərəzinin eyni kökdən götürülüb də o minnət kəlməsi, mənnə kəlməsindən. Onun da mənası budur, tərəzi daşına deyilər. Məsələn, görürsən, bir şey ölçürsən tərəzidə, yanında o biri hissəsinə bir daş qoyursan, onun ağırlığını ölçəsən, çəkisini ölçəsən. Buyurur, onun mənası, o minnət odur, həmin o çəki daşı, o ölçü daşına minnət deyilər. Yaxşı, nəyə görə bəs minnət qoyuldu? Deməli, hər hansı bir yerdə minnət söhbəti varsa, xüsusən Allah bizlərə deyib, imamət məsələsindən danışanda, bir də peyğəmbərlik məsələsindən danışanda minnət kəlməsindən istifadə edir. Quran-ı Kərimin tərtibində, məsələn, Qasas surəsində biri də var, imamət barəsində danışılır. Və eyni zamanda oxuduğumuz bu Ali-İmran surəsinin 164-cü ayəsində peyğəmbərin göndərilməsin boynumuza bir minnətin qoyulması kimi izah eləyir. Nə deməkdir? Mənası budur ki, bu minnət tərəzi daşına deyilər. Hər hansı bir iş daha yüksək olanda, daha ali olanda, həmin o minnəti, o ali işin keyfiyyətini ölçmək üçün insanlara deyilər. Ki, Allah əslində peyğəmbərin göndərilməyini nə ilə ölçür? Hansı daşla ölçür? Hansı çəki ilə ölçür? Elə bir çəkidir ki, bu varlıq aləmin, belə deyək, qoysuq tərəzinin bir gözünə peyğəmbərlərin göndərilməsi, peyğəmbərlik məqamının ölçülməsinin başqa bir gözünə qoysuq, yenə də həmin o peyğəmbərlik olan gözü ağır gələcək. Çünki bəşəriyyət inkişaf eləmək üçün, bəşəriyyət kamilliyə yetmək üçün, kamilliyə çatması üçün həmin bu peyğəmbərlik məqamından istifadə eləməlidir. Peyğəmbərliyin o nurundan faydalanmalıdır.